Herkes üçün D vitamini istifadəsi vacibdirmi? Bugün bu suala cavab verməyə çalışacağıq. Dünya əhalisinin təxminən 1 milyarddan çoxunda D vitamini çatışmazlığı var. Bu təkcə sağlamlıq problemi deyil, həm də qlobal bir məsələdir. Əvvəlcə gəlin D vitamini nə olduğuna və bədənimizdə hansı funksiyaları yerinə yetirdiyinə diqqət yetirək. Bildiyimiz kimi D vitamini əsasən günəş şüalarının təsiri ilə dərimizdə sintez olunur. Amma qidalar vasitəsilə də qəbul etmək mümkündür. Balıq, yumurta sarısı, süd məhsulları kimi qidalar D vitamininə zəngindir. D vitaminin bədənimizdə kalsiumun sorulmasına kömək edir və sümüklərimizin sağlam qalmasına təmin edir. Amma bununla bitmir. İmmunitet sistemindən tutulmuş əhval-ruhiyyəyə qədər bir çox sahədə təsirlidir. Hətta bəzi araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı depressiya ilə əlaqəli ola bilər. Amma burada bir sual yaranır. D vitamini hər kəs üçün eyni dərəcədə vacibdirmi? Əslində hər kəsin D vitamini ehtiyacı fərqlidir. Məsələn, yaşlı insanlar, hamilə qadınlar, uşaqlar və ya bəzi xronik xəstəlikləri olanlar daha çox ehtiyac duya bilərlər. Həmçinin bəzi etnik qruplar, məsələn, daha tünd dəri rənginə malik olan insanlar günəş işığından D vitamini sintez etməkdə çətinlik çəkə bilərlər. Hazırda bir çox insan həkim məsləhəti olmadan D vitamini əlavəsi qəbul edir. D vitamini əlavəsi qəbul etmək üçün əvvəlcə bədənimizdəki səviyyəni yoxlamaq vacibdir. Çox qəbul edildikdə zərərli ola bilər. Məsələn, D vitamini çoxluğu bədəndə kalsiumun həddən artıq yığılmasına səbəb ola bilər və bu da böyrək problemlərinə, hətta ürək damar xəstəliklərinə gətirib çıxara bilər. Bu səbəblə həkim məsləhəti olmadan bunu etmək düzgün deyil.